Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri yeni dünya nizamını Xankəndidə müzakirə edir. Məkan Qarabağ Universitetidir. Kəndin bütün evləri yandırıldı. 32 nəfər öldürüldü. Ermənilərin Ağdabanda törətdiyi vəhşilikdən 33 il ötür. İran və Amerika Birləşmiş Ştatları rəsmiləri danışıqlara hazırlaşır. İranın Xarici İşlər Naziri açıqlama yaydı. Malqara otaran şəxs qayalıqdan yıxıldı. Sağ qalmadı. Yardımlıda baş verən hadisənin detalları açıqlandı. Salam, hər vaxtınız xeyirli olsun. İTV Xəbərin 14 buraxılışını təqdim edirik. Studiyada Murad İbrahimoğludur. Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə Məmməd Bağır Cavadoğlu Əliyev şərəf ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. ADA siyasi forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. Bu forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu fikirləri Xankəndi şəhərində keçirilən yeni dünya nizamına doğru mövzusunda 7-ci ADA siyasi forumunda rektor Hafiz Paşayev bildirib. Tədbirdə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri, yeni dünya nizamı, iqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər kimi mövzularda panel müzakirələr baş tutub. Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər. Tədbir gün ərzində panel müzakirələrlə davam edəcək. Azərbaycanın müzakirələrin bir hissəsi olması və hadisələrin hansı istiqamətdə inkişaf etdiyini dəyərləndirməsi çox vacibdir. İkincisi, bu tədbirin burada, Qarabağın tam mərkəzində, Xankəndidə baş tutması böyük əhəmiyyət daşıyır. Bundan əlavə infrastrukturun yaradılması və tikinti prosesinin sürəti də diqqət çəkir. Görüşün məqsədi Azərbaycanın xarici siyasətini və Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişlə bağlı mövqelərin nədən ibarət olduğunu anlamaqdır. Davam edirik. Vaşinqtonda mühüm görüş baş tutub. İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trumpla görüşüb. Liderlər Qəzza, Suriya, Türkiyə və İranla bağlı mühüm məsələləri müzakirə ediblər. Trumpın prezident Erdoğanla bağlı açıqlamaları isə danışıqlara fərqli bir rəng qatıb. Görəsən bu görüş yaxın şərqdə nələri dəyişəcək? İsrailin baş naziri Benyamin Netanyahu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpla görüşmək üçün Ağ Evə gəlib. Trump İsrailli ali qonağı bu dəfə də səmimi şəkildə qarşılayıb. Danışıqlardan sonra liderlər müzakirə etdikləri məsələlər barədə açıqlama veriblər. Biz təkcə girovlar haqqında deyil, həm də Qəzza barədə danışdıq. Biz bütün girovların azad olunmasına çalışırıq. Eyni zamanda Qəzzada Həmasın zülmkar tiranlığını aradan qaldırmaq və Qəzza sakinlərinə azad şəkildə seçim etmək, istədikləri yerə getmə imkanı vermək istəyirik. Mən demək istəyirəm ki, onların belə bir seçimi olmalıdır. Netanyahu Suriyadakı vəziyyəti müzakirə etdiklərini vurğulayaraq Türkiyə ilə münasibətləri də toxunub. Biz istəmirik ki, Suriya kiminsə, o cümlədən Türkiyənin İsrailə hücum üçün baza kimi istifadə olunsun. Türkiyə Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətləri olan bir ölkədir. Prezidentin Türkiyə lideri ilə münasibətləri var. Biz bu münaqişədən müxtəlif yollarla necə qaça biləcəyimizi müzakirə etdik və düşünürəm ki, bu məqsədlə Amerika Birləşmiş Ştatları prezidentindən daha yaxşı tərəfdaş ola bilməz. Trump isə Türkiyənin Suriyadakı rolunun əhəmiyyətindən danışaraq prezident Rəcəb Tayyip Erdoğanla çox yaxşı münasibətlərinin olduğunu da bildirib. Mənim Erdoğanla çox yaxşı münasibətlərim var. Mətbuatın mənim Erdoğanı bəyənməyimə qəzəbləndiyini bilirəm. Amma mən onu bəyənirəm. O da məni xoşlayır və aramızda heç bir problem olmayıb. Erdoğan çox güclü və ağıllı bir adamdır. O Suriyada heç kimin bacarmadığı bir işi gördü. Onun haqqını vermək lazımdır. Düşünürəm ki, sizin Türkiyə ilə bağlı istənilən probleminizi mən həll edə bilərəm.
Birləşmiş Ştatlar prezidenti jurnalistlərə İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar apardıqları barədə də məlumat verib. Bizim İranla birbaşa danışıqlarımız artıq başlayıb. Şənbə günü davam edəcək. Bizim çox böyük bir görüşümüz olacaq və görəcəyik ki, nələr baş verə bilər. Düşünürəm ki, razılaşma əldə etmək indi açıq-aydın yaşananlardan daha üstün olar. Danışıqlar məlum təhlükədən qaçmaq olarmı sualına da aydınlıq gətirəcək. Amma vəziyyət çox təhlükəli bir mərhələyə daxil olur. Ümid edirəm ki, danışıqlar uğurlu olacaq. Ağ Ev rəhbəri həmçinin Rusiya və Ukrayna ilə müzakirələrin davam etdiyini və müəyyən yaxınlaşmanın müşahidə olunduğunu bildirib. Amerika Birləşmiş Ştatlarının Rusiyaya rüsum tətbiq etməməsi məsələsinə gəldikdə isə Trump onların müharibə şəraitində olduğu üçün buna getmədiklərini deyib. İran və Amerika Birləşmiş Ştatları rəsmiləri Omanda danışıqlar aparacaqlar. Bu barədə məlumatı İranın Xarici İşlər Naziri Abbas Əraqçı Tasnim agentliyinə təsdiqləyib. Bildirib ki, bu şənbə, yəni aprelin 12-sində keçiriləcək görüşdə o və ABŞ prezidenti Donald Trump'ın xüsusi nümayəndəsi Steven Witkoff əsas danışıqlar aparan şəxslər olacaqlar. Parisdə tullantıların emalı zavodunda yanğın baş verib. Alovun söndürülməsi üçün hadisə yerinə yüzlərlə yanğın söndürən cəlb olunub. Xüsusi texnikanın hadisə yerinə daxil olması üçün Parisin əsas dairəvi yolunun bir hissəsi bağlanıb. Müəssisədə işləyən bütün işçilər təxliyə olunublar. Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Yanğının nəzarət altına alındığı bildirilir. Davam edirik. Ağdaban qətliamının növbəti ildönümüdür. Erməni silahlı qruplaşmalarının 1992-ci il aprelin 7-sindən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində törətdikləri qətliamdan 33 il ötür. 130 evdən ibarət kənd həmin gün tamamilə yandırılıb. Ağdabanın 779 dinc sakininə işgəncələr verilib. 32 nəfər qətlə yetirilib, 8 qoca, 2 az yaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. Yardımlının Peştəsər kəndində bədbəxt hadisə baş verib. Kənd sakini 62 yaşlı Ədalət Qasımovun malqara otararkən qayalıqdan yıxıldığı ehtimal edilir. O, ağır bədən xəsarətləri ilə Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Davam edirik. Yeni dövrün yeni dili. Söhbət son zamanlar insanların bir növ yardımçısına çevrilən süni intellektdən, xüsusən də ChatGPT-dən gedir. Bu proqram istər yaradıcılıq, istərsə də özünü ifadə etmə baxımından insanlara geniş imkanlar verir. Elə sıradakı sujetimizin qəhrəmanı Nəzrin Dadaşova da süni intellektdən istifadə edərək öz unikal vizuallarını yaradıb. İzləyək. Nəzrin Dadaşova süni intellektin imkanlarından istifadə edərək öz obrazlarını yaradır. Maraqlısı odur ki, yaratdığı vizual məzmun təkcə öz profilində qalmayıb. ChatGPT tərəfindən paylaşılıb və minlərlə insanın marağına səbəb olub. Biz isə bu uğurun hekayəsini sizə danışacağıq. Süni intellekt, yaradıcılıq və insanın özünü ifadə etməsi. Yeni dövrün yeni dili budur. Ümumi xəbərlərə baxdığım zaman son aylar ərzində bunu müşahidə edirdim ki, artıq süni intellektdə dünyada ciddi dərəcədə bir artım, bir tələbat var. Bütün artıq demək olar ki, iş sahələrində öz təsirini göstərməyə başlayırdı və mən daha çox öz kreativ tərəfimi, yəni beynimin kreativ tərəfini işlətməyi, iş sahəmə tətbiq etməyi istədiyim üçün düşündüm ki, əslində mən də bu sahəyə yönəlsəm mənim üçün daha yaxşı olar. Həm bunu artıq öz işimə çevirim, həm də hobbimi, düşündüyüm, ağlımda olan kreativ şeyləri həm də gerçəyə həyata keçirə bilim. Müsahibimiz OpenAI komandasının onunla əlaqəyə keçməsi ilə bağlı da məlumat verdi. Bir müddət əvvəl komanda elan edib ki, məzmun yaradıcıları ChatGPT-dən istifadə etməklə hazırladıkları vizualları paylaşaraq adı çəkilən süni intellekti işarələsin.
Onlar bəyəndikləri vizualları səhifədə paylaşacaqlarını da bildiriblər. Telefonuma bir bildirim gəldi ki, ChatGPT rəyində sizdən bəhs etdi. Əslində əvvəl təbii ki, buna inanmadım. Hər hansı reklam xarakterli olduğunu düşündüm, amma daha sonra öz postuma daxil olduqda həqiqətən rəy yazdıqlarını gördüm və bəyənmişdilər paylaşımımı. Əlaqəyə keçmək istədiklərini və mesaj qutusuna məlumat göndərdiklərini bildirdilər. Mesaj qutusuna daxil olduğumda o da yazmışdılar ki, bəs əgər icazə verirsinizsə, sizin bu paylaşımınız biz çox bəyənmişik. Digər bəyəndiyimiz paylaşımlarla birlikdə bunu da paylaşam. Mən təbii ki, əlbəttə, təbii ki, paylaşa bilərsə çox sevindim. Orada öz emosiyalarımı onlara da göstərdim. Süni intellektin həyatımıza daxil olması insanoğlunun odu tapması qədər ciddi bir dönüş nöqtəsidir. Amma bu mövzuda danışanda bir çoxumuzda eyni narahatlıq yaranır. Bu gedişlə süni intellekt bizi əvəz edə bilərmi? İnternet yarananda da bəzi insanlar işindən oldu, amma yeni sahələr yarandı. Süni intellektin inkişafı da onu gərəkdirəcək ki, bəzi sahələr su yox olacaq, bəzi sahələr onunla işləməyi öyrənəcəklər. Necə ki, biz 10 il, 15 il əvvəldən etibarən hamı internetlə öz işini işləməyə başlayıbdır, hamı işini ona adaptasiya eləməyə çalışır. Hal-hazırda da elə olacaq. Süni intellektlə işi daha yaxşı ileriyə apara bilərsən. Yəni, öz işləvi çox daha rahat görə bilərsən. Çünki sənin üçün əlivin altında səndən daha yaxşı məlumata sahib olan mini komandan var. Və sən nə istəsən, onu sənin üçün hazır edə bilirlər. Bu sadəcə mənim fikrimcə inkişafdan başqa bir şey deyil. Yəni, özü ilə bərabər yeni sahələrdə yaradacaqdır. Deməli, süni intellektin həyatımıza inteqrasiyasından qorxmaq yox, ona adaptasiya olmaq və yararlanmaq lazımdır. Gələcək bunu tələb edir. Sahilə Cabbarova, Atababa Vəliyev, Məryəm Abdullayeva, İTV Xəbər. Və sonda, baharın gəlişi ilə gürsululuq dövrünü yaşayan Çinin Hukou şəlaləsində füsunkar mənzərə yaranıb. Görüntüləri şərhsiz təqdim edirik. Dəyərli izləyicilər, İTV Xəbərdən bu saata bu qədər. Saat 16-da yenidən görüşəcəyik. Sağ olun, salamat qalın.